Bu təbiəti bizə ram eləyən kimdir? Bu təbiətdə bizim həyatımız əlverişli olsun deyə ömür sürək, bunu bizə təslim eləyən kimdir? Allah Taala. Bəs yaxşı, həmin o Kərim Allaha biz niyə görə ibadət eləmirik? Niyə görə biz ki, həmin Kərim olan Allahın haqqın, ona şükür etməklə deyil, onun yaratdıqları məxluqata şükür edirik? Bu elə bir məsələdir ki, insanın fitrətində yaradılışdan qoyulub ki, yaradan Allahdır, öldürən Allahdır, ruzi verən Allahdır. Hətta kafirlər belə bunu etiraf edirlər. Nəinki özünə müsəlman deyənlər, nəinki İslama nisbət olanlar, nəinki İslam abu havasında yaşayan insanlar. Hamı etiraf edir ki, yaradan öldürən Allahdır, ruzi verən Allahdır. Və necə olar ki, biz gedib hər hansı bir xəstəliyimizə şəfanı başqa yerdən istəyək? Və yaxud da Allahdan bizə şəfa gəldikdən sonra gedib şükürü, qurbanı harsda dağda, dərədə, ocaqda, pirdə, qəbirdə kəsək? Ona görə şirki Allah Taala zülm adlandırır. İnne şirke le zulmün azim. Həqiqətən də şirk böyük bir zülümdür. Niyə görə zülümdür? Çünki Allahın haqqı olan bir şeyi başqasına veririk. Özümüzə hər hansı bir haqsızlıq olanda deyirik ki, zülmə məruz qalmışıq. Zülm olunuruq, məzlumuq. Bəs yaxşı, Allahın haqqını sən niyə gedib Allahın yaratdığı ölüyə, sümüyə, qəbrə, daşa, taxtıya verəndə bunu zülm saymırsan? Məhz zülümlərin də başı və bütün zülümlərin anası Allaha şərik qoşmaqdır. Bütün nankörlük, bütün nadanlıq bundan gəlir ki, Allah səni yaratdığı halda sən gedib şükür Allahdan qeyrisini edirsən. İslam dininin göndərilmək məqsədi, qayəsi budur. İslam dini və İslamdan öncəki bütün dinlər, peyğəmbərlər, kitablar, hamısı buna görə gəlib ki, yeryüzündə Allahın təkliyi təhqiq olsun. İnsanlar tək olan Allaha ibadət edib və ona heç bir şeyi şərik qoşmasınlar.